Mən heç bir ata-anaya bu günü arzulamıram, heç düşmənimə arzulamıram bu xəstəliklə. Uşağı Allah Taala heç bir ananı, atanı, yəni övladı ilə sınava çəkməsin. Buradakı günlər çox ağır günlərdir. Biz 9 aydır buradayıq, bizim üçün 10 il deməkdir. Elə bilirəm ki, mən ömrümü burada qoymuşam. Yəni uşağın biz hər gün, hər saniyə problem çıxır, qan qaralır. Bir xəstəlik tapmışıq biz buradan, fikirdən, dərddən. Analizlər çıxır, cavablarını gözləyirik. İlik çıxır, cavabını gözləyirik. Genetika çıxır, cavabını gözləyirik. Ağciyər çıxır, cavabını gözləyirik. Bağırsaq çıxır, cavabını gözləyirik. Çox da problemlər çoxdur. Bu xəstəlik də uşağın yəni bütün orqanına vurur. Ximioterapiya alır. Ximioterapiya deyirlər ki, insanın bütün bədənini yandırır. İlik savaşı gedir, hal-hazırda Elxanın bədənində. İlik savaşı da bir dəqiqə elə bir şeydir ki, elə bir ki, üstə köz qoyubsan yandır, hələ içəlatını yandırır.